Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, Biləcəri qəsəbəsindəyik. Məlik Aslanov küçəsi, döngə 3-dür bura, qarşıda görürsünüz. Belə bir gözəl evimizi inşallah sizə təqdim edirik. Evimiz 1,2 sotda inşa olunub. 1,2 sotda əziz dostlar. Paket kupçadır, yəni torpağında çıxarışı var, evimizin də çıxarışı var. 4 otaq, 2 hamam sanitar qovşağı, 1 maşınlı həyət və mətbəxdən ibarətdir. Əziz dostlar, tam təmirli, köç yaşa bir evdir. Tural, başla qardaşım. Qarajı təqdim elə. Ha, deyərəm. Buradan göstərəcəm, gəl bura. Əziz dostlar, dəhlizdən qaraja da qapı var, keçid mümkündür. Yer hissəsi qonaq otağı daxil, tam-tamına istipolla təchiz olunub. Burada belə bir mətbəx studiya bir yerdə əziz dostlar mövcuddur. Mətbəx studiya bir yerdə, yer hissəsi istipolla təchiz olunub. 2 pəncərəsi var. Hamam sanitar qovşağını göstər Tural. Burada da əziz dostlar 3 yataq otağı, balkon və hamam sanitar qovşağımız mövcuddur. Tural, gəl bu tərəfdən başla. Axırınızı tutalım. Ürəyin necə istəyir? Ha. Görsət qardaşım, bir yataq otağı. Maşallah işıqlıdır ya. İkinci yataq otağı. Deməli dostlar, burada da ikinci mərtəbədə qonaq otağı kimi istifadə olunur. Evimiz tam təmirlidir. İdeal təmirlidir. Torpağında çıxarışı var. Evində kupçası var əziz dostlar. Şəxsi mülkiyyətdir. Yəni şəxsi mülkiyyət deyəndə biz nəyə nəzərdə tuturuq? Yəni paylı mülkiyyət deyil. Şəxsi mülkiyyətdir. Qiymət də təyin olunub 150.000 manat. İnşallah ki, real müştəriyə də razılaşma mütləq şəkildə olacaq. Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 3-dür bura əziz dostlar. 91, 92 və 170 nömrəli marşrutlara çıxışı var. Maksimum 300-350 metr məsafədir marşrutlar əziz dostlar. Və 284 nömrəli tam orta məktəbədə piyada 10 dəqiqəlik məsafədədir. Allah xeyir versin, alana satana və əziyyət keçən bizlərə də.